Bu tutuklu adam həbsxananın komiserini tam alnından vurur, lakin komiser anında ölmür. Alarma basmaq üçün güclə irəliləməyə çalışır. Tam alarma basacaqkən Haqqı rəhmətinə qovuşur. Silah səsini eşidən 2 polis sürətlə bölgəyə gəlir. Adam özünü komiserin köməkçisi kimi tanıdaraq onları yaralı komiserin yanına aparır. Polislerin şübhələməsi üzərinə hərəkətə keçir və ikisinin də işini bitirir. Silah səsini eşidən komiser müavini də hadisə yerinə gəlir və vəziyyət haqqında məlumat istəyir. Adam yenə köməkçi rolunu davam etdirərək komiser müavinini də təsirsiz hala gətirir. Bu zaman bir qadın polis silahı ilə adamı nişan alır, lakin adam ondan daha sürətli davranaraq qadına atəş açır. Qadın sürətlə həbsxananın qorunan hüceyrələrinə doğru qaçır. Qapının qolunu silahı ilə yox edir və qapını içərdən kilitlər. Tam olaraq xatırlamadığı hüceyrə qapısının şifrəsini çözməyə çalışır. Adam bütün imkanlarını istifadə edərək qadının olduğu bölməni güllə yağmuruna tutar. Bölmənin cam tabakası çatlayır və qırılır. Adam tam ölümcül vuruşu etmək üzrəykən silahının mermisinin bitdiyini görür. Bunu görən qadın bir neçə əl atəş açır və nəhayət şifrəsini çözüb qapıdan hüceyrəyə girir, lakin vücuduna baxdığında vurulduğunu və aşırı qan itirdiyini görür.